Təsəvvür edin ki, yerdəki bütün oksigen bir anlıq yox olur. Yox, sadəcə 5 saniyəliyinə. Sadəcə nəfəsimizi saxlamaqla həyatda qala bilərik. Bəs atmosferə nə olar? Bəs ətraf mühitə? Gəlin bunları birlikdə yoxlayaq. İndi dərindən bir nəfəs alın. Bunun nə qədər xoş olduğunu hiss edirsiniz. Aldığınız bu havanın təxminən 21% oksigen, 78 isə azotdur. Miqdarca ən çox olmasa da, oksigen həyatın əsas şərtidir. Oksigen olmasaydı nə bitkilər, nə heyvanlar, nəzə biz insanlar var olardı. 5 saniyə elə də böyük vaxt görünməyə bilər. Çoxumuz nəfəsimizi ən azı 30 saniyə saxlaya bilirik. Yəni bədənimiz bu qısa müddətdə heç bir çatışmazlıq hiss etməyəcək. Amma ətraf aləmdə hər şey alt-üst olacaq. Cəmi 5 saniyə ərzində yer kürəsi tamamilə fərqli görünəcək. Oksigen olmasa bu verbəndi, Panteon günbəzi və betondan hazırlanmış hər şeylə vidalaşa bilərsiniz. Bu tikililər dərhal çökəcək. Oksigen beton üçün xüsusi birləşdirici agent rolunu oynayır. Oksigensiz isə beton sadəcə tozdur. Binalardan söz düşmüşkən bütün metal konstruksiyalar dərhal bir-birinə qaynaq olardı. Metalların üzərində onların bir-birinə yapışmasının qarşısını alan bir oksid təbəqəsi olur. Oksigensi yoxdursa o təbəqə də yoxdur. Əgər həmin an çimərlikdə istirahət edirsinizsə, dəhşətli bir günəş yanğına hazır olun. Bizi günəşin ultrabənövşəyi şüalarından qarayan ozon təbəqə məhz oksigenden ibarətdir. Oksigen isə yer kürəsi müdafiəsiz qalar. Hələ bu harasıdır? Daxili qulağımız partlayar. Oksigenin itməsi atmosfer təzyiqinin 21% azalması deməkdir. Bu, dəniz səviyyəsindən 1 saniyəyə 2000 metr dərinliyə düşmək kimi bir şeydir. Qulaq pərdələrimiz bu qəfil təzyiq fərqinə tab gətirə bilməzdi. Əyləncəli görünür, yaxşı ki diqqətli olasan. Oksigen yoxdursa, alov da yoxdur. Nəqliyyat vasitələrində yanma prosesi dayandığı üçün elektrikli olmayan bütün maşınlar yollarda qalar. Təyyarələr göydən daş kimi düşər, milyonlarla texnika yerindəcə sönər. Səma isə zülmət qaranlığa bürünər. Günəş işığı yerə çatmazdan əvvəl atmosferdəki hissəciklərdən əks olunur. Oksigen olmayanda bu işığı əks etdirəcək zərrəciklər azalar və gündüzün ortasında gecə olar. Və ən dəhşətlisi, bütün bunlar baş verərkən ayağınızın altındakı torpaq yox olar. Yer qabığının 45% oksigenden ibarətdir. Torpaq bir anda ovularaq dağılar və siz də daxil olmaqla hamı sonsuz bir boşluğa düşər. Maraqlı səslənir, deyəsən yox. Amma xoşbəxtlikdən indi rahatca o 21%lik oksigeni ciyərinizə çəkə bilərsiniz. Çünki bilirsiniz ki, bu heç vaxt baş verməyəcək.